Qoç, xoşladığınız hər bir şeyi hamı ilə paylaşmaq istəyirsiniz. Atacağınız hər addımı yaxşı düşünməli, səhvlərinizi dərk etməlisiniz. Çətinlik çəkdiyiniz məqamlarda yoldaşlarınızdan kömək istəyin. Onlar sizə maddi və mənəvi dəstək verəcəklər. Buğa, sürpriz görüşə hazır olun. Güclü hissiyatınız qarşılaşacağınız adamı daha yaxşı tanımağa yardım edəcək. Qərar verərkən ürəyinizin səsinə qulaq asın. Qaçırdığınız iş təklifi yenidən gündəmə gələcək. Bu karyera inkişafında ilk addım ola bilər. Əkizlər, ailə üzvlərinizlə aranızdakı problemlərin üzərində dayanmayıb hadisələrin öz axarı ilə davam etməsinə şərait yaradın. Belə olarsa özünüzü daha yaxşı hiss edəcəksiniz. Maddi baxımdan sıxılmış vəziyyətdəsiz. Büdcənizə diqqət yetirin. Xərçəng, yoldaşlarınızın fikirlərinə son günlər çox əhəmiyyət verirsiniz. Başqalarının deyil, sizin nə düşündüyünüz əhəmiyyətlidir. Bugün tamamlamalı olduğunuz işləri təxirə sala bilməyəcəksiniz. Ona görə də daha sürətlə işləməlisiniz. Şir, sevdiyiniz adamla bağlı eşidəcəyiniz bəzi məlumatlar üzündən bədbinliyə qapılacaqsınız. İşin əslini öyrənmədən reaksiya verməyin. Çünki soyuq başla verdiyiniz qərarlara, dediyiniz sözlərə görə sonradan peşman ola bilərsiniz. Qız, sizi enerjili bir gün gözləyir. Məqsədinizə çatmaq üçün çox səy göstərəcəksiniz. İş həyatınızda yeni ideya və layihələrlə özünüzü sübut edəcəksiniz. Başqa fəaliyyət sahələri ilə maraqlana biləcəyiniz məhsuldar bir gün keçirəcəksiniz. Tərəzi, birlikdə olduğunuz insanla gərəksiz yerə mübahisə edirsiniz. Lakin zaman sizə səhvinizi göstərəcək. Əlaqələrinizi yenidən nəzərdən keçirmək fürsəti yaranacaq. Biraz daha anlayışlı olun. Ortaq layihələrə imza atmaq üçün uyğun zaman deyil. Əqrəb, romantik baxımdan möhtəşəm bir gün yaşayacaqsınız. Heç ümid etmədiyiniz anda əla bir təklif ala bilərsiniz. Marağında olduğunuz birinin sizi tanımasına imkan verin. Bugün enerjinizi tamamilə tükətməyin. Oxatan, keçmiş münasibətlərin izləri belə qalmayıb. Ara sıra özünüzü narahat hiss etsəz də, qısa müddətdə heç bir probleminiz olmayacaq. İşdə yaşadığınız çətinliklər də geridə qalır. Ulduzlar idmana başlamağınızı məsləhət görür. Oğlaq, ikinizə də çox yaxın olan yoldaşlarınız sevgilinizlə aranızdakı problemlərdə sizi günahkar sayır. Dəyişmək niyyətiniz də yoxdur. Bugün istəmədiyiniz bəzi qonaqları qarşılamaq məcburiyyətində qalacaqsınız. Planlarınızın alt-üst olma ehtimalı var. Dolça, şübhəli fikirləri beyninizdən çıxartmağa çalışın. İşgüzar müstəvidə yerinizdə saydığınız bir dövrə qədəm qoymusunuz. Bu vəziyyət bir qədər də davam etsə, çətin günlər yaşayacaqsınız. Sağlam həyat üçün qidalanmağınıza diqqət yetirin. Balıqlar, iş yoldaşlarınızla ünsiyyət zamanı kobud olmamağa və onları tənqid etməməyə çalışın. Ulduzlar bildirir ki, qismətiniz ayağınıza gələcək. Bugün romantik görüş zamanı təşəbbüsü ələ almalısınız.